Sən özün indi fikirləş, 10 ildir mən Polşada yaşayıram. 10 il əvvəl mən bura gələndə polyaklar suxari yeyirdilər. Amma indi çörək arasına kalbasa qoyurlar. Kimin sayəsində səncə? Miqrantların sayəsində. Mən bu şərhlə tam formada razıyam. Yəni zaten bütün ölkədə sistem belə işləyir. Əgər bir qədər inkişaf eləmiş ölkəsənsə, inkişaf da yəni bir qırağa, bir qədər yəni ağlın işləyirsə, xaricdən bir qədər ucuza işçi qüvvəsi götürürsən, ucuz yəni maaşa verirsən maaşını, adam da yəni onsuz da məcburdur gəlib işləyəcək. Polyakların da təbii ki, buradan xeyri, ekonomiyalarına çox böyük qatqıları olub. Bu işçilərin ekonomiyalarını bunun sayəsində qaldırıblar və təkcə Polşa deyil, digər ölkələrdə bu taktika ilə gedirlər. Amma bir dənə də məsələ var ki, şərh və bir mövzunu əlavə edeyim. Polyak